Salam, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün ayın artıq 31-idir. Hamımıza xoşbəxtlik. Bugün o saat 12-də 2026-ya daxil olacaq, 2026-cı ilə. Xoşbəxtlik, can sağlığı arzulayıram. Sevincli xəbərlərlə gəlsin. Bu illə bağlı arzularınıza nə arzulayırsınızsa onlara çatasınız inşallah. Canımızla sınanmayaq, sevdiklərimizlə sınanmayaq. Bol rozulu, bərəkətli deməli günlər arzulayıram və çırağımız da hər zaman yansın. Xoşbəxtlik, gülüş arzulayıram. Ən gözəl, ən sevdiyim şey gülüşdür. İnsanın ömrünün uzatdığına çox inanıram mən bunun. Bol-bol gülək, ürəyimiz də, üzümüz də hər zaman gülsün. Çünki üzümüzü yalandan güldürə bilərik, amma ürək yalandan heç vaxt gülə bilməz. Və bunu heç kəs görmür bizdən başqa. Ona görə də Allah bizim ürəyimizi güldürsün. Avtomatik onda üzdə gülür. Deməli, mənim gözümdə dünyanın ən çətin yeməyidir. Amma ki, bunu iddia edə bilmirəm. Çünki bütün dünyadakı yeməklərin hamısını tanıyam. Amma Azərbaycan yeməklərinin hardasa 99%-ni həm tanıyıram, həm də hazırlamağı bacarıram. Ona görə də Azərbaycanın ən çətin yeməyi deyirəm. Amma mənə qalsa dünyanın ən çətin yeməyidir. Nəysə, fincan mən həmişə ayın 30-unda hazırlayıram bir gün qabaq. Çünki səhər tezdən qoyuram, onu axşama ancaq qutarır. Axşama ancaq hazır olur. Və eşitmişəm ki, deyirlər ki, əvvəlki dövrlərdə qadınlar deməli bunu 2 günə hazırlayırmışlar. İnanıram ona, çünki yəni şəraitsiz dövrdə 2 günə ancaq hazır olur. Məncə də elə mən şəraitli dövrdə hazırlayıram. Bir günə səhərdən axşamacan ancaq onunla qapışmışam mən. Nəysə, hər il belə Allah ruzu yetirdiyi müddətcə, can sağlığı verdiyi müddətcə mən hazırlayıram. O da elə bir yeməkdir ki, fincan həm çox çıxır, həm də ki, bir nəfər onu bacaran, nəsildə hazırlamağa bacaran hazırlayır və bütün yaxın qohum-əqrabaya paylayır. Mən də dünən hazırlayıram, həmişə bir gün qabaq hazırlayıram, sonra deməli ayırıram bankalara və kimlərə verəcəmsə, hər il kimlərə vermişəmsə onlara ayırdım. İndi mən inşallah axşam 12-də də 12-ni vuranda Santa Clausun deməli çəkərəm, təbrik eləyərəm sizi. Amma öncədən də arzularımı bildirdim. Deməli, bir də nə demək istəyirdim? Mən Oliviyaya gedəndə bir dəqiqə üzr istəyirəm, zəng gəlir. Bir də demək istəyirdim ki, deməli mən bilirsiniz ki, Oliviyadan bir dənə belə kosmetik aldım. Mənim bu material həm prozraçında içi görünür, həm də ki, bu materialı mən deməli istifadə etmək mənə daha uyğundur. Çünki parçadan falan mən biraz gərək parçasına çox fikir verirəm. Nəysə, ətim ürpəşir, ona görə də mən prozraçı və belə materialdan, yəni kliyonka materialından istifadə etməyi sevirəm. Nəysə, buna nə deyirlərsə bilmirəm. Ölçüsü də mənə çox uyğundur. Bunun belə yekə varımdır, mənim böyük varımdır. Onu mən uzaq səfərlərə, uzaq bir yerə gedəndə götürürəm. Yəni ona artıq ətirimi də, darağı da falan da filan da, dezodorantı falan hər şeyi dökürəm. O hamısını tutur, amma gündəlik üçün istifadə etməyə o yaramır. Ona görə də mənə bu boyda lazım idi, bunu aldım. Sadəcə olaraq mənim gündəlik çox az makiyaj istifadə edirəm deyə bir yerə gedəndə təcili gündəliyə, yəni bir şey deməli üzümə sürtmək istəyəndə bunu çıxarıram, ta ki dibində istədiyimi tapıram. Görürüm ki, mənə udoblu deyil, uyğun deyil, yəni mənə əlverişli olmur mənim üçün. Dedim ki, mənə bir dənə də bundan lazımdır. Amma mən başqa rəngini istəyirəm. Çünki 2 dənə eyni rəng olanda gərək baxam içinə ki, bu budur, bu gündəlik istifadə etdim, yoxsa bu belədir. Amma fərqli rəng olanda artıq əl atıb rahat bilirəm ki, gündəlik istifadəyim üçün budur. Getdik biz Olivia, daha doğrusu təsadüf qabağımıza, yəni deməli çıxdı o dükan, o gəzdiyimiz yerdə, gördük ki, burada da Olivia var və girdi içəri, dedim ki, Dəniz dedi ki, elə mama sən kosmetik istəyirdin, dedim həm əsmər nəysə baxdı elədi, dedi ki, mama sarıdır, sarı da biz nə geyinmirik, nə almıram, heç vaxt, heç bir şey almıram, yəni sarı, nə geyim, nə bilim kastorkası, qazanı, tavası, nə bilim nə, heç bir şey sarı rəng almamışam, sevmirəm sarı rəngi. Dedi ki, mama bir sarıdır, sarılar çoxdur, bir dənə də belə çəhrayı rəng qalıb da, yəni rozlu. Dedim, heyf, təəssüf ki, çünki mən çəhrayı rəng varım da istəmirəm, sarı da istifadə etmirəm. Sonra baxdılar, qızlar dedilər ki, bir dənə arxada aranjlı rəng, bu bilməm, portağal rəngi, bilməm, bu nədir, nə rəng deyirlər buna, aranjlı rəng. Azərbaycanca üzr istəyirəm, nəysə bilmədim rəngi, Azərbaycan dilində rəngini, portağal rəngdə.
Deyirlər ki, mama bir dənə belə portağal rəngi də var. İstəyirəm dedim, hə, onu istəyirəm, necə götürülür? Zamokunzadan yoxladıq, gördük ya salamatdır, bir bunu götürdük. Bir də ki, deməli mənim üçün balaca, mənim belə böyük varımdır. Böyük varımdır bu şeydən belə şotka sadəcə olaraq balaca ölçüdə istirdim, kiçik ölçüdə istirdim ki, uzaq bir yerə gedəndə yəni götürüb aparmaq daha rahat olsun. Biraz səs elədim deyəsəm. Mənim gündəlik istifadə etdiyim budur. Ölçüsünə baxın, görürsünüz, fərqlidir. Nəysə, toppuşdur, amma şeydir. Amma bu isə bundan sözün düzü çox razıyam və neçə illərdir artıq mən bunu istifadə edirəm. Bu hardasa dənizlə yaşıddır məndə. Çox keyfiyyətlidir. Markası nədir bilmirəm, markası budur. Bilmirəm, gördünüz yoxsa markası da budur, bilmirəm. Bunu da bilmirəm nədir. Nəysə, Aliviyada görənlər bilir. Ay, markası buradadır. Görənlər bilir, bilmirəm. Nəysə, hələ istifadə etməmişəm. Yəni, belə şeylər üçün gəzməyə zada gedəndə istifadə edəcəm. Götürəcəm özümdən. Orada istifadə edənə bilərəm. Bir bunu aldım. Bir o kosmetiçkanı. Bir də ki, mənim bilirsiniz, şotkalarımı, kistiçkalarımı bilirsiniz də, kistlərim bunlardır. Bunları istifadə edirəm. Sadəcə olaraq mən çox açıq rənglər istifadə edirəm. Bəzən, məsəl üçün, yəni rozvu falan istifadə edirəm də, krem rəngi, rozvu rəngi. Bəzən, deməli, koriçim rəngi, qəhvəyi rəngi, nə bilim, qatıram. O da ki, bəzən olur, adamın kefinə düşəndə olur. Onda bilirsiniz neyinə, məcbur olaram, görürəm ki, batıb bunu təmizləyirəm qolumda, əlimdə. Ondan sonra vururam yenə, deməli, açıq rəngə. Sonra sürtəndə görürəm, yox, hələ tünd şeylər qalıbda onda. Məcbur olaram, təmizləyirəm onları, yuyuram, eləyirəm. Yuyandan sonra da kistiçkaları gərək öz-özünə quruyaq. Çünki kistləri belə özümüz quruda bilmərik də. Fəninə qurutsaq, nə bilim, isti bir şeyi yerə qoysaq, qurusa, onda tüklərə tökülmə ehtimalı var. Olmaz kistləri, yəni belə qurutma gərək. Onu yudum, qoyasan özü qurusun ki, bunu qadınların 99%, 90% bilir. Ona görə də mən deyirdim ki, mənə 2 dənə, 3 dənə əlavə kist lazımdır ki, onu ancaq mən və başqa rəngdə olsun, mən onları ancaq tünd çenlərə istifadə edim. Və bunu aldım, bu 4 dənəli idi. Elə tolunu bəsdir, yəni mənə. Bu 4 dənəli idi. Yaxşıdır ki, rəngi də fərqlidir ki, yəni bu rozvu rənglərdən fərqlidir. Bunları gündəliyə istifadə edib. Bunu da ki, tünd rənglər, çenlər istifadə edəndə, istifadə etmək istəsəm, götürəcəm. Ona görə də bu 4 dənə kisti də aldım. İfsyo. Kistlərimi də bilirsiniz ki, bunun qızım, mən bir deməli video çəkmişdim. Orada demişdim, bunu da mənim qızım alıb mənim üçün. Əslində pinaldır bu. Prosta ki, yəni, həm qardaşındır, həm də ki, materialı mənim istəyəndir. Nəysə, kistlərimi qoydum bura. Kistlərimi bunu da saxlayıram. İndi mənim, deməli, buna yığacağım şeylər. Misal üçün, baxın, çenlərimdir, bronzerdur. Bunları gündəlik istifadə etmirəm. Yəni, gündə bir gedəndə mən bronzer istifadə etmirəm. Sonra o biri çenlərimdir. Bunları istifadə etmirəm. Bu bunu ayırdım. Əl kremimdir gündəlik üçün. Əl kremim var. Bunlar da mənim, əslində bunlar da mənim uzaq səfər, deməli, sponçlarımdır. Öz qablarındadır belə. Uzaq səfərə gedəndə belə əlimizə keçiririk. Belə sürtürük. Mənim üçün rahat olur. Uzaq yerə gedəndə. Elə rahat olur. Onları ayırdım. Gündəlik üçün isə heç belə şeydir, kremimdir. Sonra bu pudradır. Əslində pudradır. Mən pudra çox istifadə etmirəm. Mən bunu rumiana kimi də istifadə edirəm. Baxın, bu rəngi belə yaxşıdır ki, tünd korişevi də deyil. Orta rəng korişevi, qəhvə rəngdir. Çox qəşəng qalır adamın üzünə. Deməli, gündəlik mən bilirsiniz də istifadə etdiklərim NYX-in tonalnisidir. Bunu bura qoydum. Sonra bu tuşumdur. Bu konsilerimdir. Bu da NYX-in konsilerim. Bu Divaj'ın gözaltı pudrasıdır. Bildinizlər nədir o? Nəysə. Bu bayaq dediyim pudradır. O Oriflame-dən olmalıdır.
Çoxdan almışam onu. Hələ də istifadə edirəm, çünki az istifadə edirəm deyə rumiana kimi. Bu bilirsiniz nədir? Bu mənim qızlarım Paçidə istifadə etdi, qutardı. Demişdim ki, qutaranda qabını verəsiniz mənə. Çünki mən sponcumu, gündəlik istifadə etdiyim sponcumu buna qoydum. Kremi yox. Almadınız. Все. Bu rahat belə götürüb istifadə edəcəm. Bunlar da ora daxil olanda mən istədiyimi tapa bilmirəm. Ona görə bunları ayırdım. Dedim bunları ayıranda həm sizə göstərim, həm də sizinlə birlikdə yığanda belə gözümə görünmürdü. İş belə rahat gedir. Belə inşallah dediyim kimi xeyirli, uğurlu olsun 2026-mız. Biz Allah qoysa həmişə deməli yanvarın 1-i şəhərə yoldaşım çıxarır bizi. Allah can sağlığı versin. İnşallah salamatçılıq olsa yenə də çıxarıq. Çıxsaq da mən belə biraz şəhəri deməli şəhərdəki o bəzəkli bəzənmiş şəhərin görüntüləri ilə də bu vloqu bitirərəm. Belə sizi çox sevirəm. Sizə can sağlığı arzulayıram. Sizi o qədər mənə əzizsiniz ki, inanın, siz məni görürsünüz, amma mən sizi görmədən sevirəm və sizdən tək xahişim izləməyə alın. Məni dediyim kimi çox motivasiya edirsiniz mənim. Çox böyük, mənə sevginizi elə göstərirsiniz. Yəni əgər kimsə məni izləməyə alırsa, o bir nəfər say qalxanda da inanın o qədər mənə motivasiya olur, uşaq kimi sevinirəm. İkincisi də ki, mənə maraqlı gəlir, deyirəm ki, deməli bəlkə də bəyənib, bəlkə də nə bilim təbiiliyim xoşuna gəlib. Çünki bilirsiniz, mən belə çox da artistliyi sevmirəm. Ona görə çox xahiş edirəm, məni izləməyə alsanız. Sizdən heç bir şey getmir. Bax, bir dənə toxunuş edirsiniz, sonra ifsiyo. Amma mənə çox böyük şeylər ifadə edir. Ona görə də məni izləməyə alsanız, bəyənsəniz, deməli, like-a toxunsanız, bu məni sevdiyinizi göstərir. Mən elə başa düşürəm. Ona görə də çox təşəkkür edirəm. Çox minnətdaram sizə izlədiyiniz üçün. İnşallah ki, getsək, o sabah da o görüntüləri çəkib, şəhərin o gözəl görüntülərini çəkib, o görüntülərlə videonu bağlayaram. Santa Claus sizi təbrik edir. Bayramınız mübarək.